Sportage 2008-ci ilin korobkasını, düzü korobkasını yığmışam bu bilginin içərisində. Sizə dediyim kimi həmin o problem var idi. Maşın buksavat edirdi. İndi onun səbəbini göstərmək üçün bu bilgi kəsmişəm. Baxın, hal-hazırda. Bu bilgi düzdür, yararsızdır. Bu bilgi kəsmişəm. Baxın, bu bilgin, yəni struşkaları, bu bilgin burada ferdos olur. Ferdosun yiyib, baxın, iç hissəsi yiyilib. İç hissələri yeyilib. Bunlar qırılıb, bunlar qırılıb. Purjinlər qırılıb. Düşüb burada. Görürsünüz necə əyib. Pərini əyib burada. Pər hissəsinə əyib. Baxın, bu hissələri görürsünüz. Bu hissələri hamısını bir-bir əyib. Görürsünüz, struşkaların elinə qoyub. Baxın, ferdosu da yeyilib. Belə olduğu halda, yəni maşın da düzgün işləmir. Düzdür, üçün paketin verirdi kodun, amma astıq ki, bu bilginin hissəsi də alıb. Yəni bu da özüm maşını göstərdim ki, yəni tam dəqiqliyi ilə görəsiniz. İç hissəsi görürsünüz, əzilib. Baxın. Ən çox da ferdo. Bu həmin burada kağız ferdo olur, o da yeyilib. Yəni konkret dəmirə çox da, baxın, iç hissəsini necə qoyub. Bu da purjinlər də dağılıb. Purjin düşüb bunun içinə başlayıb əyməyə pərləri. Baxın, görürsünüz mü? Dəhşət pis gündə eləyib bunu. Düzdür, yenisini qoymuşam, normal vəziyyətində işləyir. Sadəcə özüm istədim ki, açım sizə onu dəqiqliyi ilə göstərəm.